Salamlayıram sizləri dəyərli könül dostlarım, necəsiz dəyərli izləyicilərim. Bugün sizlər üçün bu möhtəşəm Katina dəstəsindən münasibətlə bağlı bir seans gerçəkləşdirəcəm. Əsasən də ayrıldığınız şəxslər adına. Gəlin baxaq görək, ayrıldığınız şəxslərin, partnyorlarınızın sizə geri dönüş etmək kimi bir düşüncəsi varmı? Yaxud da münasibətlə bağlı planları nədir? Bundan sonraki zaman dilimində münasibətin gedişatı necə olacaq? Katina dəstəsindən seansımız olacaq. Oşo dəstəsindən də dəstək alacağıq. Dəyərli xanımlar, niyyətlərinizə odaqlanırsınız. Əlbəttə ki, niyyətlərinizə odaqlanırsınız. Mən sizə keçid alıram yorumlama qisminə. Qızlar, səsim biraz batıb. Hiss edirsiniz yəqin ki. Bu başka bir səsdir. Diqqət edirsiniz, odaqlanırsınız. Ağlınızdakı şəxsləri düşünməyə çalışın. Növbəti seansımız dəstə seç şəklində olacaq. Dəyərli xanımlar, bundan sonraki seansımız. Lakin bugün istədim ki, sırf Katina dəstəsindən sizə bir ayrılıq, daha doğrusu ayrıldığınız şəxslərlə bağlı bir ümumi Katina seansı gerçekleştirelim. Çünkü bunun bilirsiniz de çok farklı bir enerjisi var. Zaten Katina münasibətlər için keçerli olan bir dəstədir. Çok güzel bir dəstədir. Ayrıldığınız şəxslərin sizə mesajı nədir? Ayrıldığınız şəxslərin sizə mesajı nədir? Geri dönüşlər olacaqmı? Geri dönüşlər olacaqmı? Necə yanaşır hal-hazırda münasibətə? Və Oşo dəstəsinin bizə mesajı nədir? Nədir bizə mesajı? Aha. Çok güzel. Burada beni izleyen değerli hanımlar, çok möhtəşəm bir enerji var hal-hazırda burada kızlar. İndi mən başlayacağım yorumlamağa. Burada gerçək sevgilər var. Burada həqiqi sevgilər, həqiqi istəklər var. Mən bunu sizə net olaraq söyləyirəm. Gerçek duygular var burada. Aha. Değerli hanımlar, burada gördüğüm enerjilerde çok değerli olan, çok ağıllı olan hanımların enerjisi var hal-hazırda burada. İnsanlar sizi çok bilgili, zekalı, derin düşünceli, yani ağıllı bir kadın, ağıllı bir hanım olarak görür ve o fikirləşir ki, siz heç vaxt heç kimdən asılı değilsiniz. Heç bir halda yani onun mənə möhtaclığı, ehtiyaclığı yoktur ve ne olursa olsun, hansı bir pozisyonda olarsa olsun deyir, öz həyatını gözəlləşdirəcək, öz həyatının dəyərini biləcək bir zəkaya sahib olan qadınlar kimi sizi görür insanlar. Təbii ki de burada həqiqi sevgilərdən söhbət gedir. Çünkü zaten almasın da burada zara enerjisi zaten gerçek ve paha biçilmez, değeri əsla hiçbir şeyle ölçülmeyen sevgilerden bahsedir. Size karşı çok güçlü sevgisi olan insanlar var burada. Hətta mən sizə deyərdim ki, sizin övladınız da olabilir. Olabilir ki, məni izleyenlerin arasında ailəli, evli olan çiftlər də var və yaxud da sizi necə deyim, uşaq bağlayır və yaxud da arada bir uşaq var. Əgər bu üçlü bir münasibət də ola bilər. Yəni bildiğiniz arada bir uşaq enerjisi ola bilər. Hətta bunu da söyleyeyim ki sizə, sizdən övlad istəyə bilər bu insanlar. Yəni mənim səndən övladım olsun, yəni qız övladım olsun, hətta deyərdim.
Əgər məni izləyən burada necə deyim, qız uşaqları varsa, bunu sizlər adına söyləyə bilərəm ki, burada həqiqi sizi sevə biləcək, insanlarla öz-üzə gələ biləcəyiniz bir dönəmdə ola bilərsiniz. Yəni ya da ki, qismətinizdə ola biləcək, həyatınıza gələ biləcək insanların enerjisi yüksələ bilər. Təbii ki də hər kəs üçün keçərli deyil. Artıq indi enerjim kiminlə uyumlanırsa, qızlar, bunu nəzərə alın ki, bu ümumi seansdır. Yəni bu sırf buna odaklanmayın. Ümumi seansdır. Ancaq ki, təbii ki də özünüzə uyğun olanları baz alın ki, nəticələnə biləsiniz. Qeyd etdiyim kimi, burada bilgəli, ağıllı, zəkalı, yaşına görə qayət olğun, təcrübəli xanımlar var. Və buradakı xanımlar, bəylər düşünür ki, mən ona doğru addım ata bilməyim üçün, mən ona doğru yol ala bilməyim üçün uzun-uzun düşünməliyəm və ona sağlam addımlarla getməliyəm. Eyni zamanda onun həyatında dalğalı bir düşüncədə olmamalıyam deyən bəylər var burada. İnsanlar ola bilər fikirləşir ki, sizin həyatınıza gəlmək bir o qədər asan deyil. Və siz aptal, necə deyim, tez aldanan bir qadın deyilsiniz. O sizin üçün mücadilə etməsi gərəkdiyini çox gözəl bilir. Siz ailəyə önəm verən bir xanım ola bilərsiniz. Sizin üçün ailə çox dəyərli ola bilər. Misal üçün münasibətdə bu insanın qarşı da çox ciddi yanaşa bilərsiniz. Ailə olmaq, necə deyim, sözü möhkəm, bütöv olmaq, eyni zamanda hər addımında bir ciddiyyət olmasını siz ondan gözləyə bilərsiniz. Ola bilər ki, siz çox ciddi insanlarsınız. Yenə deyirəm, burada artıq enerjim kiminlə uyumlanırsa, torpaq enerjiləri burada güclüdür. Su ünsürlü bürclər burada və dolça bürcü burada aktivdir. Su ünsürlü dərkən, su ünsürlü bürclərin biraz burada xərçəngləri aktiv hiss edirəm, əqrəbləri aktiv hiss edirəm. Balıqlar da var, amma çoğunluqla bunları hiss edirəm, amma torpaq elementləri burada aktivdir. Və eyni zamanda dediyim kimi dolça bürcü xanımlar burada aktivdir. Bürclərə takılmayın, izləyin, yüksələn ay bürcünüzü də baz ala bilərsiniz, amma aktiv gördüyüm bürcləri mən sadəcə olaraq söyləyirəm, bunu daha çox hiss edirəm. Məsələn, məni bunlar ola bilər səbirsizliklə gözləyir. Burada sizin aranızda gerçəkləşə biləcək bir möcüzə, sizi bir-birinizə bağlaya biləcək hansısa bir yüksəliş, eyni zamanda sizin bu münasibətə qarşı mərhəmətli yanaşmağınızdan burada insan düşünür ki, çox-çox daha yaxşı yerlərə gələ bilərik. Biz bütün olmaq üçün deyil, bax biz ailə olmaq üçün deyil, bir-birimizə qarşı mərhəmətli olmalıyıq. Sən deyir, mənim yolumdakı işıqsan və mən o işığı səninlə bərabər görə bilirəm. Və mən bilirəm ki, məni o işığa götürə biləcək insan da sənsən, bunun da fərqindəyəm. Səni həqiqətən sevirəm, sənin dəyərinin fərqindəyəm, sənə qarşı dalğalı ruh halından gələ bilməyəcəyimi də bilirəm. Ayrıldıq, ayrı olsaq belə, hal-hazırda bilirəm ki, mən səninlə ayrıyam və mən sənə net olaraq gəlməliyəm. Bunun fərqindəyəm. Baxın, yol burada var və burada yoldakı işıq var. Hər iki dəstədə zaten insanın sizə yolu var, dəyərli xanımlar. Hər iki dəstədə yol enerjisi, sizə tərəf addımlayan, sizə tərəf gələn, yol alan enerjilər var. Yəni addımlar gələcək, hətta mən deyərdim ki, sizə ciddi addımlardan gələ biləcək. Partnyorların enerjisi var, yenə də söyləyirəm. Ola bilər ki, bu seansı 1-3 ay sonra bir xanım izləyəcək, bəlkə də seans sırf onun üçündür və yaxud da bir neçə xanım izləyə bilər. Yəni burada sizə aid olan nələrsə var, amma %100 ola biləcək deyə bir mövzu da yoxdur. Çünki ümumi seansdır. Genel olaraq ümumi enerjilərdən alıram və bu seansları sizlər üçün yorumlayıram. Dəyərli xanımlar, özəl seanslar istəyənlər ümumi olaraq müraciət edə bilər. Burada dediyim kimi, insanlar sizin kiçik düşünmədiyinizi, hər zaman daha çox istədiyinizi, daha möhkəm, sağlam ilişkilərdə aktiv olduğunuzu bilir. Sizin tələblərinizi bilir, sizin istəklərinizi, sizin planlarınızı, sizin həyata baxış açınızı bilir. Biraz zaman bundan ürkən bir insanlardır. Yəni fikirləşir ki, mən sənin istəkləri və düşüncələrini ayaq uyduramaya bilərəm. Çünki sən tələbkarsan, sən üstün bir zəkaya sahibsən. Mən sənin üçün tam olmaq üçün sənə yetərli ola bilməliyəm. İnsanlar özünü sizə qarşı yetərsiz hiss edən insanlardır. Dəyərli məni izləyən izləyicilərim, yetərsiz duyğularda olan partnyorlarınızın var olduğunu görürəm. Belə də sizə qarşı duyğuları yenə də deyirəm, hal-hazırda özləm hissi çox güclüdür, diqqəti sizin üzərinizdədir, sizi stalklayan enerjilərdədir. Hətta mən deyərdim ki, burada 5 gün içində ola bilər, 5 həftə daxilində 5 ay müddəti qədər olmaz ümid edirəm, amma 5 aylıq bir süreç də ola bilər. Kim nə zaman izləyirsə o zaman üçün baz ala bilər. Sizə qarşı addım atmaq istəyində olan partnyorlar olacaq. Dediyim kimi, insanlar sizin onun həyatında olan möcüzə kimi, işıq kimi düşünür, sizi elə görür, elə dəyərləndirir. Zaten Katina'nın münasibət açılımını mən çox sevirəm. Çox net qərarlar və çox net
cavablar olur. Zaten münasibət seansı da Katina seansları münasibət üçün daha yaxşıdır. Və belə də qeyd etdiyim kimi gerçək duyğulardan və insan fikirləşir ki, sənin qəlbinin açarını tapmaq üçün mən sənə ciddi bir addımdan gəlməliyəm. Yəni ailə qurmaq, ailə olmaq, yuva olmaq. Yəni ciddi bir münasibətdə addımlamaq adına sənə tərəf gəlməliyəm. Əgər siz evlisinizsə, əgər tələbləriniz varsa bu insana qarşı və siz buna görə ayrılmısınızsa, insan düşünür ki, mən ona tərəf gedəcəmsə, artıq net onun istədiyi şəkildə ona getməliyəm. Baxın, belə dəyərli xanımlar, bugünlük seansımız bu qədər. Özümü çox yormaq istəmirəm, hiss edirsiniz ki, səsim də əməlli başlı dəyişib. Sağlıq problemlərim var, günlərdir. Hər zaman, hər daim qeyd edirəm ki, pozitiv olun, hər şey ürəyinizcə olsun, könlünüzcə olsun. Ümid edirəm ki, həyatınız qəlbiniz kimi gözəl olar. Dəyərli xanımlar, sizləri çox sevirəm. Allah amanında qalın. Hər zaman Allahın məsləhət gördüyünü həyatınızda istəyin. Bunu həyatınıza çəkin ki, sizin həyatınız gözəl olsun, dəyərli xanımlar.